Hamıya salam. Bu videoda JVM, GRE, JDK və Java-da proqram axını necə olur, o haqqda danışacağam. Deməli, burada belə bir dənə sxem çəkmişəm. JVM-in açılımı Java Virtual Machine deməkdir və bunun içində müəyyən şeylər var ki, JVM onları arxa planda istifadə eləyir. Interpreter bytecode'u sətir-sətir oxuyub icra eləyir. JIT compiler isə interpreter işləyən zaman onu izləyir və görür ki, hansı kodlar daha çox istifadə olunursa, onu birbaşa maşın koduna çevirir və növbəti səfər run olunanda həmin kodları interpreter yox, birbaşa JIT compiler maşın dilinə çevirmiş olur və vaxt qazanmış oluruq. JVM haqqında bu qədər. GRE nə deməkdir? GRE-nin açılımı Java Runtime Environment deməkdir. Bunun içində JVM olur və müəyyən Java class library-lər olur. Bunlar məsələn Java Util, Java IO klasslarıdır, Java Time'dır və s. klasslardır və bəzi fayllar var ki, JVM məhz bu fayllarla işləyir. Ondan sonra JDK nədir? JDK bütün bizə lazım olan bu GRE-dir, JVM-dir. Ondan sonra burada compiler var, debugger var. Onların hamısını bir dənə elə bir ki, fayla yığıblar. Bu da Java Development Kit adlanır. Yəni biz bunları ayrı-ayrı da yükləyə bilərik. Amma ki, işimizi rahatlaşdırmaq üçün birbaşa JDK yükləyirik. Ümumi bu qədər. İndi proqram axını haqqında danışaq. Deməli, bizim bir source kodumuz olur. Source kod, baxın, bu IDE-də yazılan koddur. Bu source kod adlanır. Ondan sonra bytecode isə, bytecode'u indi göstərəcəm. Bu, maşın kodu ilə source kod arasındakı aralıq koddur. Məhz bu bytecodun sayəsində Java heç bir əməliyyat sistemindən asılı olmur. Və JVM də gəlir bu bytecode'u maşın dilinə çevirir. Hansı ki, burada interpreter və JIT compiler vasitəsilə. İndi keçək source kodu necə bytecode'a çevirirlər. Deməli, source kodu bytecode'a çevirmək istəyincə biz terminalı açırıq burada. Və burada gördüyünüz kimi lesson 1 papkasının altındayıq. Burada biz source papkasına girməliyik. cd src deyirəm və source papkasının içindəyəm. Və burada biz main klassımızın içindəki kodları bytecode'a çevirməliyik. Bunun üçün javac main.java deyirəm. Bunu deyəndən sonra baxın, burada bir dənə main.class faylı yaranır. Bunun içinə girsəm, baxın, burada belə kodlar var. Hətta aralarındakı fərqə belə baxaq. Deməli, burada da public class main'dir, burada da public class main'dir. Bunların da hamısı eyni gəlir. Bir dənə bu args əvəzinə burada var 0 yazılıb. Baxın, mənim buradakı dəyişən adlarım hamısı dəyişib, var 1, var 2 belə olub. Ondan sonra booleanlar olduğu kimi qalıb, amma byte, short, int və s. bunları booleana çevirib. Daha sonra long, float olduğu kimi qalıb, charlar olduğu kimi qalıb, string də olduğu kimi qalıb. Yəni, əsas dəyişənlərin adlarını çevirib və bəzi şeyləri boolean eləyib. Bu bytecode-dur və bu əsas bizə üstünlük verir ki, bizim kodumuz heç bir əməliyyat sistemindən asılı olmasın. Yəni, siz Linux-da da kodu compile etsəz, Windows-da da, Mac-də də yenə də eyni nəticəni görəcəksiniz. Daha sonra JVM bunu maşın koda çevirir. JVM də işlətmək üçün bura Java main.java deməliyəm. Bunu deyəndən sonra, baxın, kodumun outputu burada gəldi. Yəni, arxada interpreter işə düşdü. JIT compiler yəqin ki, işə düşmədi, çünki burada o qədər təkrarlanacaq bir şey yoxdur. Və maşın dilinə çevirdi və outputda gəldi burada. Proqram axını da bu cür olur. Başqa da deyəcək bir şey qalmadı. Bu günlük bu qədər. Növbəti videoda görüşərik.